Salam dostlar, xoş gördük. Hamınızı bugün Supermarket Simulator oynayırıq. Dostlar, keçək dükanımızın içinə. Burada bir dənə konteynerimiz var. Burada kassa yerimiz var. Məncə belə daha qəşəng oldu. Həm marketimizin içində yetərincə yer qalır. Həm də qapının çıxışında olmalıdır kassa. Dostlar, sonra bu rəflərin yerini dəyişək. Ondan sonra da keçək sifarişlərimizə. Bəli. Dostlar, indi sifariş verək. Kompüterimizdən sifariş verə bilirik. Buradan lisenziyalarımızı ala bilirik ki, hansı məhsulları sata bilərik. Hal-hazırda bizim elə böyük bir lisenziyamız yoxdur. Standart mallar sata bilirik. Burada var bəzi, burada məsələn butulka sular, pendir və bununla yanaşı xaladelnik də açılır. Buradan başqa şeylərdən sifariş edə bilirik, işçiləri sifariş verir. Hamısını bu kompüterdən həll edəcək. İndi bizə hal-hazırda nə verib? Bu da səhər yeməyi üçün çörək, un. Bu nədir? Səhv eləmirəmsə pesok. Nəysə, bunların hərəsindən bizim nə qədər pulumuz var başlanğıcda? 50 dollar. Hərəsindən bir dənə sifariş verə bilirikmi? Yox, bu çox bahadır. Biz elə sifariş verək. Birinci dəfədə malımız çox olsun. Makaron sifariş verək, yağ sifariş verək. 25 dollar oldu. Un sifariş verək. Çörək sifariş verək. Hələlik bundan sifariş verə bilirik. Çünki pulumuz bu qədər. Başqa kompüterdən nə işlər görə bilirik? Bank var, buradan yəqin ki kredit götürürük. Ödəmə yeridir. Buradan qiymətləri düzəldə bilirik. Burada müzik player ehtiyac yoxdur. Biz marketin sonra böyütməyi var. Bizim öz marketimizi. Mebellərdir. Belə şeylər hamısı sonranki. Xaladelniklər var. Burada da şəhər böyük. İnşallah hamısını həll edərik. Bizim sifarişlərimiz o dostlar çöldə gəlir bura. Gəlir bura yığılır. Bu un. Burada zibil kutusudur, zibillər oratılır. Çörək. Bu nədir? Makaron. Bu da yağ. Hələlik məhsullarımız bu qədər. Birdən keçək qiymətlərini düzəldək. Qiymətlərini buradan da düzəldə bilirik, kompüterdən də düzəldə bilirik. Dostlar, qiymətlər düzəldəndə burada yazıb market qiyməti 3.71. Biz də əlbəttə ki, bunu qoyuruq 5-ə. Çörək. Bunun da qiyməti 3.96. Bunu da qoyuruq 5-ə. Yağın qiyməti 4.50. Bu 7-yə. Başdan birinci qiymətlər yüksək olmalıdır. Bu da 5-ə. Sonradan bir dənə qəşəng tənzimləyərik qiymətləri. Dostlar, buradan dükanımızı açırıq. Kassamız aktiv. Oturub da müştəriləri gözləyə bilərik. Bizim buradan buraları süpürmək üçün belə bir süpürgəmiz var. Silmək üçün daha doğrusu. Yenə də belə masalka var, o da pəncərələri də təmizləmək üçün. Hələ ki pəncərələrimiz təmizdir. Biz marketi açdıqmı? Açdıq. Bu cəmaət niyə gəlmir? Sən içəri girirsən də yəqin ki. Bəli. Biz də keçək kassamızın başına.
Bu günü bitirək. Dükkan bağlı, günü bitirdik. Günü elədik. Yaxşıdır. 66 dollar qazancımız oldu. Başlayaq o birisi günə. Əskik nəyimizsə varmı? Yox, azalan şeylərimiz var. Bir dənə un sifariş verək, bir dənə çörək sifariş verək. Hərəsindən bir yenə sifariş verək, orada bir dənə başqa bir şey yenə var idi. Bir dənə bundan. Hərəsindən bir yenə artırıram, sifariş verək. Onsuz yetərincə polkamız var. Hələ ki polka barəsində sıxıntımız yox. Bunların qiymətlərini tənzimləmək lazımdır. Çörək yanına olsun. Getdi. Bir dəqiqə, qiymətləri təzədən tənzimləyim. Bu da yağ. İndi bu təzə gələn mallarımızın qiymətlərini tənzimləyək. Bunun market qiyməti 4.83'dür. Biz də qoyaq 5.50'yə. Çünki bizim burada maya məsələmiz də var da, maya xeyli də çoxdur. Bunun market qiyməti 5.98'dir. Biz də qoyaq 6.50'yə. Görək nəsə müştərilər narazılıq eləyir. Bunun qiymətini salaq 4'ə. Onun qiymətini salmışıq 4.50'yə. Makaron da düşsün 4'ə. Müştəriyə təsir olacaq çox demək. Bunun qiyməti düşsün 5.50'yə. Düşsün. Bu günə də hazırıq. Qiymətlər tənzimləndi. Nə ara? Getdik. Işığımızı da yandıraq. Gəlsin müştərilər. Bu kadar adam var, niye bunu bu tarafa döndülər? Burada ne var? Heç nə yox. Dışarıda kimsə var mı? Yox. Dükkanı açdıq mı? Açdıq. Gəlirlər. Dostlar, bu günlük də kassamızı bağlayaq. Dükkanımızı da bağlayaq. Biz 25 müştəri qarşıladığımıza görə bizim yeni alətlər açıldı. Mesela buranı təmizləyə bilirik. Sonra yerdəki zibilləri götürə bilirik.
Bunu belə götürə bilmirik. Əlimizdən götürəcəyik. Dükanımızı təmiz bağlayaq ki, səhər işimiz olmasın. Buranı da bitirdik. Günü də bağlayaq dostlar. Bugün nə iş gördük? Bugün də 127 dollar pul qazandık. Başlayaq o birisi günə. Bizim sifarişlərdən nəyimiz var? Əskimiz nəyimiz var? Bu bitib. Çörəyimiz demək olar ki, yoxdur. Makaron sifariş verməsək də olar, un sifariş verməsək də olar, yağ da sifariş verməsək də olar. Amma baxaq ki, bizə təzə məhsul açıldı mı? Yox. Bizə təzə məhsul açılmağı üçün biz lisenziya açmalıyıq. Burada nə verir? Bu birinci lisenziyamızda su, pendir verir, kofe verir, yumurta verir, süt və çay. Bunun üçün də xaladelnik almaq məcburiyyətindəyik. Bir dəqiqə bizim xaladelniklərimiz neçədir? Bu hələ baləcasıdır, 120, bizə böyük. Vitrindən olandan lazımdır. $375 2 qapılısıdır. Hələ ki tezdir bizim üçün. Biz produktimizə sifariş veririk. Bundan ümumiyyətlə yox idi, çörəyimiz yox idi. Yenə hamısından bir sifariş verirəm. Onsuz polkamız doludur. Çox güman ki, amma bunların satışı tamamlanandan sonra lisenziyamızı açarıq. Bu bitti. Mən bunları qəşəngcə satıb yəni bu çörək alan olmadı. Bir dənə qaldı. Başlayaq satışa. Sabah lisenziyamızı alaq, bir dənə də xaladelnik alaq. Elə başlayarıq. Hər şeyimiz tamam, qiymətlər yerində. Başladıq.
İşte dostlar, günümüzü bağlayaq yenə. Lisenziyamızı alaq. Görək xaladelniksiz nə sifariş verə bilirik. Onu da sifariş verək. Bugün 3-cü günümüzdür. Nə iş gördük? 150 dollar. Qəşəng. İndi lisenziyalarımızdan ən birincisi bunu alırıq. Bir dənə gəldi. Yəni produktlarımıza baxaq. Əlavə gələn şeylərimiz bunlardır. Buradan xaladelniksiz su əlavə. Bizim orada bir tən nəyimiz var? Hər şeyimiz var. Bir dənə o səhər zatır yeməyindən qalmayıb. 194 dollar pulumuz var. Bir saniyə suyu çıxardaq buradan. Burada bir dənə baxaq görək hansılar şkafda qalır. Su şkaf, dondurucuda, pendir dondurucuda, kofe qalır şkafda. Bunun hamısı dondurucu, bir dənə də bu. Bir də o birisilərdən bir dənə çörək. Biz buradan başqa nə sifariş vermişdik? Deməli, çörək sifariş verək. Un sifariş verək. Tam tamına görür. Ayda görmədi. Bir dənə buradan nə çıxardaq? Makaronumuzu çıxardaq. Kakraz makaronumuz var. Bir dənə təzə yaranmalar düzək. Bu təzə yarandı. Bunları onca görünür yerə qoymaq lazımdır. Qiymətlərini axıda tənzimləyərik. Bu da təzə yaranmalıdır. Bunların ehtiyac yoxmuş, amma yenə də sifariş vermişik. Çörək. Bura doldu. Qalan da bura. Qəşəng polkalarımız dolur. Bu gün də işləyib çox güman ki bir dənə dondurucu alarıq. 2 qapılı dondurucu 375, tək olan 200. Əgər yəni bu qədər qazana bilsək 2 qapılısından alarıq bir dəfəlik. Bunların qiymətləri görə tənzimləyək. Market qiyməti 10.48, bizdə də olsun 11. Bunun market qiyməti 5.78, bizdə də olsun 5, yox 6.50. Əla. Başqa bizim təzə gələn malımız yox. Başlayaq bu günə də dükanımızda açıldı.
Dostlar, bu günümüzə bağlayaq. Bu gün nə qazanmışıq? Bu gün bir şey qazana bilmədik çünki xaladelnik aldıq. Xaladelnik aldıq, lisenziya aldıq. Onun qiyməti düşüb aşağı. Düşdüm, bizi bir şey maraqlandırmır. Nəsə, biz xaladelnikimizin için doldurmalıyıq, amma pulumuz o qədər yoxdur. Xaladelnikimizə gedəcək. Su ala bilərik. Pendir ala bilərik. Süd ala bilərik. Yox, al getdi. Hələ pulumuz da qaldı. Bizim buradan unumuz yoxdur, makaronumuz yoxdur, çörək var, yağ var, un, makaron da sifariş verək. Un, makaron, un. Başqa da ki, hələ ki, heç nə. Bu kofenin satışı nəsə qəşəng getdi, bu kofedən də sifariş verə bilərik. Pulumuz varmı? Var. Ay da tam, yenə tam görmüş. Buradan nə çıxardıq? Təzə mallardan çıxardan var, onda bir dənə kofedən 3 dənə var. Hələlik o qalsın. Gün ərzində sifariş edəyək. Bunu da burada dolduraq. İndi təzə məhsullarımız. Yumurtamız. Pendirimiz. Böyle təzə məhsulları müştərinin gəlməyinə, getməyinə nəsə bir effekti var. Çünki indi müştərilərin hamısı yumurta, süd, belə şeylər sayıqlayır. Vücuda təsir edir. Su 2. Su 2 riyazı dolduruyor. Kapres. Bir dənə süd də inşallah 2 riyazı doldurmaz. Südə də 2 riyad var. Bunu qırağa qoysa xarab olar ki. Məncə yox. Buralar silinir süpürgəsidir. Bizim başqa heç nə ehtiyacımız yox. Dostlar, bu günümüzə də başlayaq. Görək təzə gələn mallarımız nə effekt verir. Məncə bugün əgər pulumuz qalsa marketimizdə bir dənə böyüdək. $350. Amma hələ yox. Pulumuz əgər çox artıq qalsa. Biz marketi açdıqmı? Açdıq.
Dostlar, 4-cü günümüzdə bitirdik. Daha doğrusu 5-ci günümüzü. Bu gün də $85 qazancımız oldu. Keçən ildə o birisi günə bizim o mələklərimizdən boş olan var. Təzə sifarişlər verməliyik hökumət. O süddəki bitmədi də daha. Buradan yumurta sifariş verməliyim. Bunları axşamdan sifariş vermişdim. Mən hərəsindən bəlkə bir artırım görmür. Gümüşləri çoxaldıqca gün ərzində bitir. İlk növbədə yumurta. Su var, süt var. Pendir də azalmışdı. Bu kofe satışı qəşəkdir. Bizim öz məhsullarımızdan hamısından bir sifariş ediyor. Yəni çoxluğun məncə elə də bir ziyanı olmaz. Bunlar da gəlsin, rəfə düzəyir. Dükkanı təmizləyək. Başqa təmizləyən heç bir yer yox. Bu da tez bitir. $800 deyəsində burada bizim özümüzün sklat kimi yerimiz var. Yəni depo kimi yerimiz var. Onu aça bilərik. $800. Hərəsinə bir çiki qalsın. Mən bunları gün ərzində düzərəm yerlərinə bitdikcə. Bir dənə də bundan qaldı. Bu hansıdır? Bunu burada düzək. Bu kofenin satışı qəşəng getdi. Kofenin satışı həqiqətən qəşəng getdi. Yağda yer var mı? Yox. Bura yumurta. Bunun da bir dənəsi qaldı. Yoxdur. Bağla. Bu nə? Pendir. Bu da hələlik qalsın burada. Qalsın. Deməli, dostlar, burada deyirdik. Nə var idi bir dəqiqə. $800. Neysə. Yenə günümüzü başladıq. Pəncərəni silək. Bilmirəm də, bu təmizlik işlərin bu nəyəsə bir təsiri var mı? Müştəri gəlməyinə zaten, amma yenə də eləyirik. Başladıq.
Dostlar, videomuzu burada sonlandıraq. Qəşəngdə pul qazandıq. Digər videolarda görüşənədək sağ olun.